Uşaqlar, bugünkü dərsimiz Azərbaycanda sosial siyasətin yenidən qurma prosesidir. 1920-ci illərin ikinci yarısında, yəni 1925-dən sonra Sovet hökumət tərəfindən həyata keçirildi bu proses. Prosesdə xüsusi sahibkarlığın güclənməsi dayandırıldı və yeni iqtisadi siyasətdən imtina edildi. İqtisadiyyatda əvvəlki müstəqil amillər yerinə sosializm prinsipləri əsasından yenidən qurma başlandı. Sosial siyasətin yenidən qurma əsas istiqamətləri 4 cəhətdə cəmlənirdi. Sosialist sənayeləşdirmə, kənd təsərrüfatının kollektivləşdirilməsi, totalitar sosializm cəmiyyətinin qurulması və bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq işləri. 1925-ci ilin dekabrında SSR-də o cümlədən Azərbaycanda sosialist siyasətin yenidən qurma xətti elan edildi və 1926-cı fevralında Azərbaycanda sənayeləşdirmənin xüsusi komissiyası yaradıldı. Sənayeni dirçəltmək üçün ağır sənaye üstünlük verilirdi və bu digər sahələrin gəlirləri və kənd təsərrüfatı vasitəsi hesabına həyata keçirilirdi. Bu siyasət bazar münasibətlərinin ləğvinə, istehsalçı iqtisadi sərbəstliyinin məhdudlaşdırılmasına və kənd təsərrüfatı vasitələrinin sənayenin axmasına səbəb oldu. Sənayeleşdirmə dövründə ən əsas diqqət neft sənayesinə, ikinci növbədə isə elektrik enerjisi istehsalına yönəldi. Neft sənayesinin inkişafı əsas vəsət kimi irəliyə sürüldü. Bu dövrdə neft maşın qayma yenidən quruldu, geoloji kəşfiyyat işləri genişləndirildi və yeni mədənlər və neft yataqları istismara verildi. Mədənlər elektrləşdirildi. 1930-cu ildə Bakı-Batum neft kəməri bərpa edildi və bu bir sıra yeni zavodlar açılmasına səbəb oldu. Nəticədə 1920 və 30-cu illərdə Azərbaycan SSR-də neft təsiratı 8 dəfə artdı. Digər sahələrdə əhəmiyyətli işlər görüldü. Salyan, Qarayagin, yəni indiki Füzuli və Nuxada istilik enerji stansiyaları istifadəyə verildi. Bölgədə yeni yüngül və yeni sənaye müəssisələri inşa edildi. Gəncə Azərbaycanın ikinci sənaye mərkəzinə çevrildi və 1926-cı ildə SSR-də elektriklə işləyən ilk dəmir yolu Bakı Sabunçu elektrik dəmir yolu xətti işə salındı. 1937-ci il Bakıdan Moskvaya müntəzəm hava uçuşları başlandı və 1940-cı ildə Bakı-Colpa dəmir yolunun Mitvan stansiyasına qədər olan hissəsi çəkilişi başa çatdırıldı. Azərbaycanda SSR-də həyata keçirilən sənayeleşdirmənin nəticələrinə baxsaq, Azərbaycan Aqrar Respublikadan Aqrar Sənaye Respublikasına çevrildi. Yeni sənaye obyektləri tikilməsi köhnə müəssisələrin bərpasına, işsizliyin azalmasına və şəhər əhalisinin sayının artmasına səbəb oldu. Birinci 5 illik sənayeleşdirmə dövründə, yəni 1928-32-ci illərdə Respublikada 35 yeni sənaye müəssisəsi fəaliyyətə başladı və Azərbaycan SSR-də Rus dilli əhalinin növbəti axını baş verdi və 1930-cu ilin ortalarında Azərbaycanda azad bazar münasibəti tamamilə ləğv edildi və təsərrüfatda planlı sosialist sistemin hökmranlığı bərqərar olundu. Bu maddi resursların normadan artıq istifadəsinə səbəb oldu. Azərbaycan SSR sənaye məhsullarından və elektrik enerjisinin istehsal səviyyəsinə görə Rusiya Sosial Federativ Respublikası və Ukrayna SSR-dən sonra 3-cü yeri tutdu. Kənd təsərrüfatının kollektivləşməsinə baxaq 1929-30-cu illər sosialist yenidən qurmalar sosial, iqtisadi və sairə mənfi təsir göstərdi və 1920-ci ilin sonlarında doğru ölkədə çörək böhranı təşəkküsü yaratdı. İri kənd təsərrüfatının dövlət iqtisadiyyatına lazım yardım etmək üçün təzyiqi və zararçılıq metodlarına əl atdı. Və 1929-cu ildə ölkənin bütün şəhərlərində ərzaq məhsulları kartoçka, yəni kart yolu ilə paylaması sisteminə keçirildi. Məhsulun artığını dövlət təhvil verməkdən imtina edən və buna qarşı çıxanlara isə cəza tədbirləri görülməyə başlandı. Çörək ticarəti qadağan edildi və artıq taxıl zorla müsadirə olundu. SSR rəhbəri kəndlərin varlanmasını və özü üçün böyük təhlükə səbəb etdiyi üçün 1929-cu yayında kənd təsərrüfatının əleyhinə illik ilə kollektivləşmə xəttini elan etdi və kollektivləşmə istehsalının mahiyyəti bu idi ki, xırda və fərdi kənd təsərrüfatı məcburiyyəti tamamilə ləğv edilir və zorla ümumi kollektiv təsərrüfatda, yəni yeni kolxozlarla birləşdirilməli idi. Torpaqlar ictimaiyyəti adı altında dövlət ixtiyarına keçməli idi. Qolçomaqlar bir sinif kimi ləğv edilməli idi. Azərbaycanda kollektivləşmə prosesinin ləng etməsinin səbəbi isə bunlar idi. Kollektiv təsərrüfatın Azərbaycan kəndlisinə yad olması və tarixən ölkədə tək təsərrüfatçılığın nisbi iqtisadi səviyyəsinin mövcud olması idi və Azərbaycanda kollektivləşdirmə xəttinin partiyanın dinindən, milli adət-ənənələrə qarşı apardığı mübarizəyə eyni vaxtda düşməsi idi. 1930-cu ildə Azərbaycan SSR-də enilliklə kütləvi kollektivləşdirmə daha da sürətləndi və kollektivləşmə siyasəti nəticəsində həyata keçirilən keçilərkən varlı kəndlər, yəni qolçomaqlar bir sinif kimi məhv etmək üçün Sovet hökuməti aşağı tərəfləri həyata keçirdi. Onları səsvermə hüququ məhrum edildi, torpaq və əməkdaşları müsadirə olundu, muzlu işçi işlətmələri və texniki cariyə vermələri qadağan edildi, bir hissəsi güllələndi, qalanları sahələrində birlikdə sürgün edildi. 1932-ci ildə ölkədə pasport sistemi tətbiq olunsa da, kəndlərə pasport verilmədi, onlar ölkənin tam hüquqi vətəndaşı sayılmadı. Kəndlərin şəhər köçməsi məhdud qoyuldu və 20-ci əsrin 50-cindən sonra kimi bu kolxozlar icazəsiz yaşadığı yer təşkimək kənara gedə bilmir, getmək qadağan edildi. Nəticədə kəndlərin sürətli urbanizasiya şəraitinin daxili miqrasiya prosesində iştirakı zəiflədi. Azərbaycan SSR-də keçirilən kollektivləşmə tədbirlərinin nəticələrində 1936-cı ilin aprelində Respublikada kənd təsərrüfatının 85,2% kolxozlarda birləşdirildi. Kollektivləşmə səviyyəsi pamıqçılıq rayonlarında daha da yüksəldi. Taxılçılıq rayonlarında kollektivləşmənin sürətlənməsi mümkün olmadı və maldarlıq rayonlarında bu proses ləng getdi və 1937-ci ildə Azərbaycanda kolxoz quruluşunun tam qələbə qazandığı rəsmən elan olundu. Və bu tədbirlərin nəticəsində kolxozlarda birləşən kəndlər tamamilə hüquqsuz vəziyyətə düşdü. Sovet hökuməti kəndliləri birlikdə istismar etmək imkanı qazandı. Kənd təsərrüfatı üzərində sərt dövlət nəzarəti yaradıldı. Kolxozlar planlı yerinə yetirən hüquqsuz qurumlara çevrildilər və mülkiyyətsizlik mühitin formalaşdı və kəndlər öz əməyinə marağı azaldı. 1934-cü ildə Leningrad və Vilayət Partiya Komitəsinin birinci katibi Kirovun öldürülməsindən sonra mərkəzdə və Azərbaycanın kütləvi repressiyalar başlandı. 1936-cı ilin sonlarında Azərbaycan SSR-də kütləvi siyasi repressiyanın əsası qoyuldu və 1937-ci ildə bu proses
daha şiddətli hal aldı. Təqsirləndirilən repressiya qurbanları aşağıdakı ittihamlarla üzləşirdi. Xalq işinə xəyanətdə, pan-türkizm və pan-islamizmdə müxtəlif ölkələrin xeyrinə casusluq və onların kəşfiyyat orqanları ilə əlaqə saxlamaqda. Bunlar isə İngiltərə, Almaniya, Yaponiya və sair Türkiyə. Siyasi repressiyaların ilk qurbanı rəhbər kadrlar oldu. Ruhullah Axundov, Əliheydər Qarayev, Sultan Məzid Əfəndiyev, Qəzənfər Musabbəyov, Davud Bünyatzadə, Məhəmməd Adaş Hüseynov. Yəni bunlar 1920 fevralında Azərbaycan Kommunist Bolşevik Partiyasının Mərkəzi Komitəsinin üzvləri seçilmiş və aprel işğalından sonra ilk hökumətin tədbirlərinin yerli kommunistlər idi. Xalqa xəyanətdə iqtisadi casus fəaliyyətində təqsirləndirilən şəxslərdən biri sayılırdı. Yazıçılardan Hüseyn Cavid, Müşail Müşfiq, Tofiq Şahbazi, Əbdurrahim Razi, Səid Mümtaz, Yusuf Vəzir Səməzəminli, Əhməd Cavad, alimlərdən Bəkir Çobanzadə, Əhməd Qubaydulin, aktyorlardan Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə repressiyanın ilk qurbanlarından olmuşdur. Haqq düşməni elan edilən şəxsin təkcə özü deyil, yaxın adamları, dostları cinayətə məsuliyyət cəlb olunurdu. Repressiya zamanı bir qrup ziyalıları xilas olmaq üçün hətta mühacirət də etmişdilər. 1938-40-cı ildə Sovet hökuməti Cənubi Azərbaycan vaxtilə şimali işğalda gələn soydaşlarımızı İrana deportasiya etmiş idilər. Mədəni quruculuq tədbirlərinə baxsaqsa, Sovet hakimiyyəti mədəniyyət sahəsində əsas məqsədləri sosialist dünya görüşü malik olan sədaqətli gəncləri yetişdirmək, iqtisadiyyatı inkişaf etdirmək üçün savadlı yerli kadrları hazırlamaq idi. Azərbaycan istədi təhsil inkişafına ilk tədbirlər bunlar idi. 1920-ci illərdə fəhlələrin əlifba yazması və oxuması üçün savadsızlıqla mübarizə komitəsi başlanıldı, bazar günləri və axşam kursları açıldı. 1923-cü ildə əsas dekabr ayında savadsızlığın ləğvi işi üçün vahid təşkilatlı mərkəzləşmək üçün Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabbə rəhbərliyi ilə savadsızlığa qarşı mübarizə komitəsi yaradıldı və ibtidai orta məktəblərin sayı artırıldı. Artıq 1939-cu ildə əhali savadlılıq səviyyəsi 73,8% təşkil edirdi. Təhsil və elmə baxsaq 1920 və 30-cu illərdə Bakı Dövlət Universitetinin bazası ətrafında ali təhsil müəssisələri açıldı. Bakıda Pedaqoji İnstitut 1921-də, Bakıda Politexnik İnstitutu, Bakıda Tibb İnstitutu, Bakıda Kooperativ Ticarət İnstitutu və Gəncədə Kənd Təsərrüfatı İnstitutu fəaliyyətə başladı. Artıq 1940 və 1941-ci illərdə Azərbaycanda 16 ali məktəb fəaliyyət göstərdi. Mütəxəssislər arasında müəllimlər və mühəndis kadrları üstünlük təşkil edirdi. Təhsil inkişaf nailiyyələrindən biri də türk dilinin, yəni Azərbaycanda geniş istifadə edilməsidir. Lakin yüksək vəzifələrlə irəliləyiş və sosial adamları zərurəti isə rus dilinin və əsasən millətlər arası ünsiyyət dili olaraq qalması idi. Bəstəkar və ilk musiqili komediyanın müəllifi Rəqət Hacıyev 1921-ci ildə Bakıda Şərq dünyasının ilk konservatoriya və 1922-ci ildə Azərbaycan musiqi məktəbini yaratmışdı. 1923-cü ildə Azərbaycana öyrənən cəmiyyət və Azərbaycan arxeoloji komitəsi təşkil olundu. 1929-cu ildə Azərbaycana öyrənən cəmiyyət əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu təşkil edildi. 1920-ci illərdə Xocalı Gədəbəy, Yalovlu Təpə, Qızılvəng arxeoloji mədəniyyət yerləri aşkar edildi. Səməd bəy Səfərbəyli və Axundov, Süleyman Sani Axundov, Cəlal Məmmədquluzadə, Əbdurrahim bəy Haqverdiyev, Abdullah Şaiq, Yusuf Vəzir Səməzəmili, Nəcəf bəy Vəzirov, Məhəmməd Səid Ordubadi, Əli Nəzmi, Tofiq Şahbazi, Bəşir Ağa Talıblı maarifçi idarələri təbliğ edərək gerilik və möhrumatçılığın qarşı mübarizə aparırdılar. 1935-ci ildə Rusiya Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. Daha sonra Azərbaycan alimlərinin neft kimi sayəsində aşağı uğurlar qazandılar. Neft tulantılarından benzol alınması üsulu kəşf edildi. Mədən sularının yod alınması üsulu da kəşf edildi. Əlifba statlarına baxan 1922-ci ildə Latın yazı qrafikasına keçmək üçün yeni türk əlifbası komitəsi yaradıldı. Komissiyanın sədri Səməd Ağamallıoğlu, yəni Səməd Ağa Ağamallıoğlu seçildi. 1926-cı ildə fevralında Bakıda 1-ci Ümumİttifaq Türkoloji Qurultayı keçirildi və 1929-cu ilin yanvarın 1-dən Azərbaycan SSR ərəb əlifbasının Latın əlifbasına keçildi. Və 1939-cu il və 1940-cı ilin yanvarın 1-dən Latın əlifbasından Kiril əlifbasına keçilməsi qərarı alındı. Əlifba dəyişikliyi mədəni inkişafa mənfi təsir göstərir və nəsillər arası varislik qırıldı. Sovet hakimiyyətinin yazıçılar yaratdığı nəzərdə saxlasa da, onu istiqamətləndirmək üçün 1930-cu illərdə Azərbaycan Yazıçılar İttifaqı yaratdı və 1920-30-cu illərdə Azərbaycanda Rus dram teatrı, opera və balet teatrı, kukla teatrı, musiqili komediya teatrı və kənd təşkilatı teatrı fəaliyyət göstərirdi. 1926-da Azərbaycan mədəni həyatında aşağıdakı hadisələr baş verdi. Azərbaycan Kino Studiyası, Azərbaycan Dövlət Kino İdarəsi yaradıldı, ilk radiostansiya fəaliyyətə başladı. 1937-ci ildə Üzeyir Hacıbəyovun Koroğlu operası tamaşa qoyuldu və Koroğlu operası Azərbaycan opera musiqisinin ən uca zirvəsi, milli opera sənətinin klassik nümunəsi, bəstəkarların böyük və mürəkkəb yazılı rolunun kulminasiyası nöqtəsi olmuşdu və 1940-cı ildə SSR dövlət mükafatına layiq görülmüşdü. 1920 və 30-cu illərdə Cabbar Qaryardoğlu, Seyid Şuşunski, Xan Şuşunski Azərbaycan muğam sənətinin mühüm xarifələri hesab olunurdu. 20-ci əsrin 20-ci illər rəssamlığın inkişafında Əzim Əzimzadə, Rüstəm Mustafayev və böyük xidmət göstərmişdilər bu sahə üzrə. Bakıda Mirzə Əkbər Sabirin heykəli uzatmaqla ilk milli heykəltaraşı sənətin nümunəsi yaradıldı. Lakin bu dövrdə ölkədə daha çox Lenin, Stalin, Kirov və Şamiyana aid abidələr qoyulurdu. Dərsimiz bu qədərdir. Bu sosial siyasətin yenidən qurma siyasəti və
20-30-cu illərdəki Azərbaycan mədəniyyəti haqqındadır. Buna əlifba, yazı, hətta kino sahəsində daxil etmək olar. Ümidvaram sizin üçün faydalı bir dərs olar. Sizə uğurlar arzulayıram.